Məcidova Şövkət Əlibala qızı. Şövkət xanım, siz mediaya nə üçün müraciət eləmisiniz kanallara? Mən mediaya ona görə müraciət edirəm. Birincisi, mən sizi salamlayıram ki, yaxşı ki, siz məni eşitdiniz, gəldiniz. Müraciətimi qəbul elədiniz. Bəzi kadrlar kimi qapıdan qovlamadınız. Yəni, məni qəbul elədiniz, gəldiniz. Mən çox minnətdaram sizə. Mənim sizə müraciətimdə məqsədim odur ki, məni heç yerdə eşitməyiblər. Mənim başıma böyük bir müsibətlər gəlib. O müsibətləri hökumət araşdırmaq üçün mən sizə müraciət edirəm. Çünki hara getmişəm, qapıdan ağzımdan vurublar. Qoy məni indi eşitsin yuxarı təbəqələr, görün mənim ağzımdan nə vurublar. İndi mən sizə danışım, mənim başıma nə gəlib. Probleminiz nədən? Mənim problemim torpaq işidir. Mənim problemim dələduz bir vəkil məni alladıb, torpağımı da verib, 12.000 də pulu alıb, 6 ildir məni sürüyür. Mən də borc alıb vermişəm, borcular qapımı sındırır. İndi mən o nədir? Başa salım, qoy bütün millət bilsin ki, bu vəkillər nə iş görürlər, mənim o cür prezidentimin məmurları nə işlər görürlər, qoy aşkar olsun bunlar, mən ona görə çıxıram. Mən bu vaxta kimi yaşamışam. 1906-cı ildə mənim ağır xəstəm oldu. Baxdım ki, kasıbda imkanları yoxdur, o vaxtda da İrana gedirdilər. 1906? 2006-cı ildə. 2006. 2006-cı ildə. Nəysə, mən dedim ki, mənim də o vaxtı bizim prezidentimiz pay torpaqlar verirlər. Mənim də 6 sot torpağım var idi. Dedim ki, ay qardaş, mənim torpağım var. Ged onu sat, ged dərdümə əlac elə də. O torpaq orada qalıb mən neynirəm? Nəysə, o vaxtı pay torpaqları verəndə bütün ailələr bir dokumentin içində olurdu deyənə. Hamısı qardaşımda olurdu da. Mən heç bilmirdim o pay torpağı nədir, hardadır, yeri nədir. Bir çıxarış olurdu, bütün bir 5-6 ailə onun içində olurdu. Dokumentlər də onlarda olurdu. Nəysə, bu mənim sözümə qulaq asdı. Dedim, ged apar satqinən işimi gör də. Bu da getdi, nə mən tapdım, makler danışdılar. O vaxtı dollar 0.75 idi. 10.200 dollara satdı. Torpaq mənim adımda olduğu üçün dokument dalayıca mən getdim. Ona görə mən indi ortada qalmışam. Nəysə, bunlar satdılar, 10.200 dollar qardaşım götürdü. Mənə dedi ki, get kənsevetinə, onda da kənseveti verirdi də bu sərəncamı. Mən hələ belə betezad yox idi. Dedi, getginə kənsevetində Axundov baba var. Kənseveti idi, bir də bələdiyyə. Demişəm orada, gedginə sən orada qol çəkginə, torpağı bunların adına sərəncam versinlər. Mən də day torpaq mənim adıma olması üçün mən qol çəkməliyim. Başqası ora qol çəkə bilməz axı. Mən də getdim, həmən bir qoca kişi idi. O mənimlə getdi, 500 manat pul təklif istədilər. Dedi, 500 manat verəcəksiniz, onlar sizə sərəncam verəcək. O kişi doğrudan da 500 manat pul verdi. Mən bir dənə kağıza qol çəkdim, çıxdım, gəldim. Sonra onlara dedi, neçə gündən sonra gəlib sərəncamı alarsınız. Onlar gedib almışdılar. Bunu ilə də mən bu adamları tanımıram. Torpaq da satılıb qutardı. Gəldilər, 3 daş hündürlüyündə zabor çəkdilər həmən yerə. Amma nə satıb, o torpaq kimin adındadır, nədir, mən bunu bilmirəm. Prosta qardaşım tez satmaq üçün elə bölüb satıb. Mən bilmirəm, xəbərim yoxdur. Qardaşım getdi, müalicə olundu, gəldi. 2012-ci ildə mənim kiçik qardaşım yatdı, durmadı. Xəstə qardaşım gəldi, onu gördü. Heç xəstə deyildi, o kiçik qardaşım gördü. Deyəsən, infarkt keçirdi. Ondan sonra 6 ay yaşadı. Qardaşım da dün 6 ayın içində 2 qardaşımı itirdim. Da mənim başım qarışıb, torpaq da vaxtı ilə satıb, heç yadıma da düşmür ki, torpaq yiyəsi var, ya torpaq var. Satılıb gedib də mən nə bilirəm bunu. 2015-ci il idi, ya 16 idi. Gördüm, mənə zəng elədi, mən Bakıda idim. Mənə zəng elədilər ki, torpaq yiyələri gəlib, səni istəyirlər. Dedim, mənə neynirlər, torpaq satılıb geçsinlər də, işlərini görsün. Dedi, yox, səninlə işləri var. Dedim, nə iş? Gəldim, dedilər ki, pəs bizə sərəncam verilib. Bu sərəncam qüvvədən düşüb. İndi biz təzədən gəlib alqı-satqı eləmək. Demə, sərəncam veriləndə bunun 3 il ömrü olurmuş. 3 ilin müddətində bunlar dokumenti keçirməli idilər adlarına. Onlar da keçirməyiblər. Burada mənim nə günahım var? Gedib keçirdəydilər. Başlarının altına qoyublar, dokumenti yatıblar, neysə.
Mən dedim ki, mən heç bilmirəm. Gəldi torpaq baxanda gördülər ki, ona qardaşım satan torpaqda 4 adamın adı var. Heç kəs razılaşmadı qol çəkməyə. Dedim, qardaş, mənim qardaşım həyatda yoxdur. O olsaydı o özü həll eləyərdi. Gəlin pulunuzu verim, çıxın gedin. Cəmi 0.75 ilə hesablayanda 10.200, heç 8.000 pul deyildi. Onu vermişdilər. Kərimov Mahir gəldi ki, sən həmən o torpağı alanlar. Sən mənə 32.000 pul ver, mən onda torpağı, nədir o, mən səndən əl çəkim, mən 32.000 pul alacağım, mən 8.000 alacağım. Dedim, mən sən nə danışırsan? Nə oldu, sən saxlamırsan, mənim günahımdır, sən özün saxlamırsan. Nəysə apardılar, bunlar məni verdi. Axı, torpaq mənim adım olduğu üçün məni verdilər məhkəməyə. Verdilər, məhkəmə oldu, bunlar uduzdu. Niyə uduzdu? Çünki sərəncamın vaxtı keçib. Artıq torpaq onlara verilməyə bilər. Heç o torpaq da mənim adımla deyildi. Nəysə, dedilər ki, sərəncamın 3 il vaxtı keçib, mümkün deyil. Verdilər məni məhkəməyə pulla ki, pul verilsin. Gəldi 2016-cı ildə dollar artıq qalxıb, olub 1.70. Mənim ayağıma məhkəmə vurdu 18.750 manat. Hələ orada, o vaxtı 2006-cı ildə daşın maşını 80 manat idi. 2000-də o 3 daşa pul vurdular ayağıma. Elədilər 19.000. Nəysə, danışmadım. Dedim, ölüb gedib, daha qardaşım verib də, mən bunları tanımıram. Eyb yox, mən gəldim, getdim, baydan pul götürdüm. Baydan pul götürdüm, saxladım ki, daha məhkəmənin qərarı gələndə, bunlar gələndə mən gedim pulu verim də. Mən cəmaatın pulunu qaytarmalıyım. Məhkəmə kəsib bu pulu mənə. Məhkəmə olub, oturub evdə gözləyirəm. Bir ay keçdi, mən soruşdum ki, mən belə işlərdən başım çıxmır, bizdə həmişə bu işləri kişilərimiz görüb. Mən soruşdum ki, bu icrada, bu pul bunlara necə veriləcək, notariusla verəcək, nə ilə veriləcək? Dedi, yox, qətnamə gələcək icraya. İcra məmurları icraya gələcək, icradan səni çağıracaqlar, gedəcəksən, sən pulu verəcəksən, onlarla da qutaracaqsan. Mən də razılaşdım. 1 ay gözlədim, 2 ay gözlədim, 3 ay, 4 ay, 5-ci aydı, icradan bir xəbər yoxdur. Mən elə bir nigaran qaldım, dedim, ola bilməz. Bunlar deyir ki, bu tez olmalıdır, 1 aya, 15 günə sərəncam gəlir. Mən Abşeronda mənim dayım qızı yaşayır. Onlar Xırdalanda yaşayır. Mən getdim onun yanına, düz məhkəmənin yanında onun kafesi vardı. Onun da yanına getməkdə məqsədim nə idi? Orada icra məmurlarıdır, məhkəmədir, torpaq şöbəsidir. Betər ora gəlirlər, o restorana gəlirlər yeməyə. Dedim, gedim mən bundan soruşum. Bəlkə bu icra məmurlarından soruşar ki, mən necə ödəyim pulu? Mən hadisəni qıza danışdım ki, pəs mənim başıma belə gəlib, icradan mənə bilsən, bir maraqlana bilərsən, sənin yanına yeməyə gələn adamlar da, abedə gəlirlər də, soruş ki, bu işi necə həll eləmək olar? Dedi, dayan, burada vəkil var, mən o vəkildən soruşum. Nəysə, girdi o birisi kabinetə, o vəkil də orada yemək yeyirdi. Bir də gördüm ki, bir hündür oğlan yanında gəldi. Nəysə, mən bütün əhvalatı ona danışdım ki, mənim başıma bu gəlib. O dedi ki, neyinirsən sən ona 18.750 verirsən? Sən elə gəl mənə 3.000 pul ver, mən ayı 100 manata sənin pensiyandan kəsim. Dedim ki, yox, mən buna razı deyiləm. Dedi, niyə? Dedim, mən neyinirəm ki, mən yaşlı insanam, sabah düşdüm, öldüm, o pulu sonra kim ödəyəcək? Mənim əlimdə pulum var, mən pulu verəcəm ona. Bəs nə çox pul istəyirsən? 3.000 axı çoxdur. Bu nədir ki, bir daha gedib oradan öyrənəcəksə? Dedi, budur. Nəysə, dayım qızına dedim ki, ay Gülxarı, mənə kimdir bu 3.000 pulu verən? Axı, mən indi 3.000-i hardan tapım? Kimdir mənə 3.000 pul verən? O dedi ki, sən narahat olma. Day keçib də gətir, ver sənə kömək eləsin. Nəysə, bu danışdı telefonla, məni göndərdi. Mən getdim, 3.000 olmadı, 2.500 gətirdim. 2.500 gətirdim, elə orada buna pul verildi. Səhərisi günü. Dedi, o pul verən adam dedi ki, 5 gündən sonra gələrsən, yığarım pulu, 500'ü də apararsan. 5 gündən sonra da 500'ü gətirdim. Bunu mənim dayım qızı verdi onu, əlbəl ona verdim. Mən bir 15 gün, vəkilim də Salmanov Natiq Soltanoğludur. Harada fəaliyyət göstərdi? Onunla harada? Abşer, mən dayım qızını deyirəm, mən onu tanımırdım. Adam o dediyiniz hüquq müdafiəsi Kafesində, restoranında,
Abşeronda dayım qızının kafesində. ABD gəlib ora yeməyə, orada danışıb bu. Nəysə pulu verdi. 10 gün dəymədim. Dedim qoy getsin, araşdırsın. Hər halda mənə xəbər verəcək. Sənə qurban. 1 ay keçdi, 2 ay keçdi, 3 ay keçdi, gəldi, yeni il gəldi. Abalam, indi zəng edirəm. 15 gündən sonra narahat olmuşam. Deyirəm ki, dayım qızına deyirəm, ay qız, bəs bu 3000 məndən pul aldı. Bəs bu niyə araşdırmır bu işi? Bəs bu işi niyə araşdırmır? Dedi, get də, onun oturduğu yeri də tanımırdım. Dedi, o da oturduğu yeri oradır. Neysə gördüm, elə bunun yeməkxanasının yanındadır. Getdim, dedim, Salmanov, Natiq müəllim, bəs mən işimi niyə araşdırmırsan? Əşi, niyə tələsdirirsən məni? Mən demişəm, bu işi görəcəm. Mən də dedim, vəkildir də. İnsanlar vəkil tutanda ailə üzvü kimi hesab edir ki, mən buna pul verir, bu məni müdafiə eləyəcək. Mən nə bilim ki, bunlar dələduzdular, bu vəkillər. Nəysə, gəldim. İndi mən həftədə bir dəfə gedirəm bunun kabinetinə. Özdə necə gedirəm, ha? Gedirəm, tələb eləyirəm, vuruşuram, gəlirəm, gedirəm, tələb eləyirəm. Mən bu yaşda qadın 6 ildir qalmışam bu yollarda. Hələ sən gözlə, mən bunu həll edəcəm. Sənin işin olmasa bir gün Bakıdayam, gördüm ki, qardaşım gəlir. Çünki qardaşım gəlin həyətidir. Mənim ata yurdumdadır bu torpaq. Hansı ki, indi hasil giriblər ora. İndi dalın danışacağım, necə giriblər ora. Qardaşım birdən zəng gəldi ki, bilirsən nə var? Gəliblər, sən o vərəsə torpağı hərraca qoyublar. Dedim, nə xərrac? Dedi ki, pəs sən torpağı götürüblər. Mən birbaşa Salmanov Natiqə zəng elədim. Dedim, abalam, sən 3000 pul aldın ki, gəlib icrada araşdırıcıysa pul ver. Mənim həyətimə xərraca torpaq qoyulub. Bu nə məsələdir? Qayıtdı ki, səs salma, mənim adımı çəkmə, şəkillərini çək at. Həmən qardaşımın qızı pəncərədən maşını da, adamların da şəklini çəkdi, atdı buna. Mən dözə bilmədim. Bakıdan birbaş bunun yanına. Dedim, məni başa salır. Mən sənə 3000 pul vermişəm ki, ged icradan öyrən ki, mən pulu necə ödüyüm. Sən məni hara gətiribsən, mənim torpağımı niyə satışım? Bəs bunlar nətər qoya bilərlər? Hələ xəbərim yoxdur, iş nə yerdədir. Mən lap axırda öyrənmişəm ki, bu vəziyyət nə yerdə olub, bunlar bu işi görüblər. İş də olub, icraçı İlyas Həsənovda. Ya bu adam bacarmayıb bu işi, ya Abşeronda işlədiyi üçün qorxub, nədirsə bu çəkinib, bu məndən də gizlədir. Deyib, yaşlı adamdır da, ölər, pulunu da yiyərəm. Mən bunu artıq dirədim divara ki, mənə deyib, 3000-i hara vermişsən? Dedi, get, dedi ki, gedginlə BT-yə sənə dokument verəcəklər. Bir daha da bir balaca boy kişi qoşdu mənə, dedim, sən nə danışırsan? Bu dokument deyə, deməli, bunlar fiktivli işləyirlər, işlərini də bilirlər. Getdim, gördüm ki, dokument başqa adamın adına gedir. Gəldim, dedim, sən nə danışırsan? Orada torpaq satılıb başqasına. Dedi, get 5000 gətir, mən bu işi məhkəməyə verib alacam. Sən nəyinə lazım? Dedim, qardaş, mən sənə 3000-i vermişəm. Sən 3000-i neynədin ki, indi məndən 5000 istəyirsən? Get 3000-i gətir, üstünə qoyum 2000-i də verim, işimi gör. Dedi, əşi, onun adını çəkmə, nə bilim, mən nə qədər dələduz insanlar var, mən hələ də özümə gələ bilmirəm. İnanırsınız, mən 6 ildə bu həngamələr məni sıxdı, qocaltdı. Nəysə, gəldim dayım qızının yanına ki, sən məni kiminlə tanış eləmirsən? Bu adam 5000 pul istəyir. Dedi ki, ay Şökət, neyniyək? Daha indi bəli olub. Dedim, bir soruşa görə 3000-i neyniyib bu? 3000-ə yaxın durmur. Sənin işin deyil, 3000-i də alıb verəcəm. Yenə də mənim dayım qızı ağız açdı, getdi. Heç nəsiz, yazıq zamın durur. Göndərdi mənə, getdim 5000-i götürdüm, gəldim. Gəldim, oturmuşam. Özüm də telefonu açmışam, çəkirəm. Səsində yazıram. Özüm də çəkirəm, o bilmir. Dedim, mənə deyinən görüm, sən bu 5000-i niyə alırsan, mən nə iş görəcəksən? Qayıtdı ki, 3000-i yerli məhkəməyə verəcəm, 2000-i apellyasiya. Dedim, ay sənə qurban olum, sən yerli məhkəmədə utdun ki, apellyasiya verirsən. Sən bir yerli məhkəmə olub ki, sən apellyasiyanın pulunu bu başdan alsan. Dedi, sən nəyinə lazım? Nəysə 5000-i aldı. Mən bunların hamısını çəkdim telefona. Səsini də, şəkli də çəkdim. Özü də bilirdi ki, mən bunu çəkmişəm. Gəldim evə. Gəldim, dedim ki, yaxşı, məhkəmə olanda mən çağırım. Məhkəmədən gəldi ki,
Çağırış ki, getməlisən məhkəmə. Zəng elədim ki, məhkəmədir gəlim. Yox, nə işin var məhkəmədə? Demək, heç bu məhkəmədə özü də iştirak eləmir. Çünki bu vəkillər kollegiyasının üzvü deyilmiş. Bu adicə nümayəndədir. Bu məhkəmədə iştirak edib Ağsulu Tahirə xanım kimdir bilmirəm. Tahirə xanım iştirak edib. Bu da məhkəmədə də uduzmuşam. Qətnamə gəldi ki, torpaq onlara verilib. Gəldim bunun üstünə. Dedim, pəs sən bu 5.000-ə hara vermirsən? 3.000-ə hara vermirsən? Hə, hara vermirsən ki, sən deyirsən ki, apellyasiya vermişəm. Ged 2.000 də gətir apellyasiya. Dedim, pəs sən keçən dəfə məndən 2.000 pul aldın apellyasiya. Nəysə, yenə də rəhmətli daim qızı pulu düzəldib. Deyir, Şövkət, apar mübarizəni, torpağı geri alır əlindən. Dedim, az, mən elə buna bu pulu verincə, elə üstünə 7.000 də qoyaram, elə cəmaatın pulunu verərəm də. Bu nə oyun çıxardır? Nəysə, bunu ilə vuruşuram, durur, çıxır, özdə şəkəri var, güya ki, bunun şəkər qalxdı. Haçında zəng edirəm, polisdə dejurniyam, xəstəxanada sistem altındayam, yaxasını qutarır məndən. Bir gün də zəng elədim ona ki, gördüm ki, bu verdi apellyasiya. Apellyasiyada da Lətifə Məmmədova iştirak edir. Dedim ki, qızı da götürdüm, həmən torpağı bağışladım, qızı da götürüb getmişəm ki, apellyasiya məhkəməsinə deyir, get, tapşırmışam, pulu vermişəm, tapşırmışam, sənin xeyrivə olacaq. Getmişik məhkəmədə, sən niyə özün gəlmirsən? Mən gəlirəm, aldatdı, məhkəmənin saatı başladı, fikir verin. Saatı bu adam gəlmədi ora. Biz girdik, mən orada məhkəmənin işinə girəndə Lətifə Məmmədova. Qız ağladı ki, mənim atam yoxdur da, torpağı bibim mənə bağışlayır, mənim torpağımı geri istəyirəm. Lətifə Məmmədova krupla pul alıb yeyiblər. Bütün hakimlər pul işini, pulla iş görüblər. Mən hamısında arxasında dayanıram. Gəlsinlər, hamısına bir-bir çatdıraram. Yaxşı, pul verilir, pəs məndən alınan pul kimə verilir? Mənə çox maraqlıdır. Mənim məqsədim odur ki, Salmanov Natiq gəlsin, mənim qarşımda mənə cavab versin. Görüm, o pulları kimə verib. Nəysə, getdik məhkəmədə də, burada da onların xeyrinə qərar, onlar çoxlu pul töküblər, onlar pul şotuna udurlar. Neyinirlər 18.750 manata? Mənim torpağımın 85.000-ə satıblar. Neyinir onu, o pulu? Nəysə, qalmışam belə. Gəldi 20-ci ildə, Ali məhkəmədə də qərar onların xeyrinə çıxdı. Mən gəldim ki, bala, bu nə məsələdir? Sən bir mənə araşdır, görüm mənim torpağım, mən səni tanıyanda mənim torpağım əlimdə idi. Mən sənə 3.000 pul vermişəm ki, ged apar, ver, mən aparım cəmaatın pulunu verim. Mən elə özüm də, mən başım çıxsaydı özüm gedərdim də icraya. Mən birdən iki belə iş görməmişdim. Başıma 2 dəfə qapaz vurdım ki, bu nə olan şeydir ki, mən icraya getmirəm. Başa düşmürdüm. Bilirsən, birdən iki bizim belə işlər, biz təmiz ailə olmuşuq, bizim belə işlərimiz olmayıb. Nəysə, bu da torpaq veriləndən sonra torpaq yiyələri artıq hücum şəkillər evə. Aç torpağı bizimdir. Bunlar adam gətirdilər, icraçı. Artıq İlyas Həsənov torpağı verib, amma icra eləməyə qalmayıb, onu çıxartıblar.